بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على محمد وآله الطاهرين واللعن الدائم على أعدائهم أجمعين. Bizim Azərbaycanda copy-paste adlandırdığımız bəzi vəhabilər var. Gedirlər ərəb şeyxlərindən kopyalayırlar, kəlmə-kəlmə tərcümə edib insanlara çatdırırlar. Biz dəfələrlə demişik ki, insan şeyxindən nəsə öyrənər, onun dediyini nəql eləyər, amma yalan və saxtakarlıqları yox. Gərək həqiqətləri nəql eləyəsən. Bu, həmin copy-paste vəhabilərin şeyxi, küveytli bir şeyxdir. Müdəllisin biridir, ərəb camiəsində də fırıldaqçı, saxtakar, yalancı kimi tanınan bir insandır. Bunun çıxışlarından birinə rast gəldim. Deməli, çıxışlarının birində Siffin haqqında danışır güya. Orada görün necə insanlara fırıldaq gəlir. Görün insanları necə axmaq və səfeh yerinə qoyur. Deyir ki, Buxarədəki rivayət var, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, Əmmarı, bağı, zalım, həddi aşmış bir tayfə öldürəcək. Deyir, bu o demək deyil ki, Muaviyyə bağıdır. Çünki Əmmar rahiməhullah Siffində şəhid edildi, İmam Əlinin əleyhissalam ordusunda idi. Onu şəhid edən ordu da Şamlılar idilər, başçıları da Muaviyyə idi. Deyir, Peyğəmbər ki, deyib onu azğın bir dəstə, bir tayfa öldürəcək, o demək deyil ki, Muaviyyə öldürür. Yəni, deyəməli ki, çünki o ordunun böyüyü Muaviyyə idi, deməli, Muaviyyə də bağıdır. Deyir, əgər belə desək, onda gərək biz deyək ki, Zübeyri Cəməl döyüşündə öldürən Əbdurrahman ibn Zurmuz, bunun haqqında İmam Əli əleyhissalam buyurdu ki, Peyğəmbər bilən eşitdim buyurub ki, Zübeyrin qatilini odla, cəhənnəmlə müjdələ. Pəs onda belə çıxır ki, Zübeyrin qatili İmam Əlinin əleyhissalam ordusunda idi, Kufəlilər idi və başçısı da İmam Əli idi əleyhissalam. Onda deməli İmam Əli nəuzu billah gərəyi odla müjdələnmiş olsun. لا يجوز الطعن في معاوية أو يسمى الباغي مثلا بحجة أنه يعني زعيم أهل الشام، فيقول قتلته الفئة الباغية، إذا معاوية رأس الفئة الباغية، إذا هو باغي. هذا كله تركيب غير صحيح أبدا ولا يقبل. وإن الفئة الباغية المجموعة التي قتلت عمار، المجموعة التي قتلت عمار بن ياسر رضي الله عنه. أما إذا قلنا لا، الفئة الباغية هي جيش معاوية ومعاوية رأسهم، إذا هو من الفئة الباغية، ركب هذه على ما ذكرناه قبل قليل، وهو لما عبد الرحمن بن جرمز قتل الزبير فقال له علي: سمعت النبي صلى الله عليه وسلم يقول بشر قاتل بن صفية بالنار، إذن قتله أهل الكوفة وعلى رأسهم علي بن أبي طالب، إذن علي هو الذي قتل الزبير. ما حد يقول بهذا، ولكن هذا قول الزنادقة الذين يطعنون في معاوية رضي الله عنه ويسبونه فيتهمونه بأنه زعيم الفئة الباغية وأنه باغ وغير ذلك من الأمور. Gör insanlara necə fırıldaq gəlir. Onun bura nə dəxli var ki? Burada özün deyirsən ki, qatil sözündən istifadə edib. Bəşşir qatilə. فقال له علي: سمعت النبي صلى الله عليه وسلم يقول بشر قاتل بن صفية بالنار، إذن قتله. Qatilini müjdələ deyib. Bir nəfərdən söhbət gedir. Qətələ sözündən istifadə eləməyib ki, qatillərini və yaxud onunla döyüşənlər. Bir dənə qatil sözündən istifadə edib, özün bunu dilə gətirirsən. Amma orada isə fiə sözündən söhbət gedir. Təqtuluhul fiətul bəğiyə, onu həddi aşmış bağı bir tayfa öldürəcək. Başçıları da kimdir bu tayfanın? Muaviyyədir. Maraqlısı budur ki, bunu hətta sahabi belə fəhm eləyib, belə başa düşüb. Hətta bunu elə həmin küveytli vəhabinin özü deyir. Danışır ki, Siffin döyüşündə Əmmar rahiməhullah şəhid ediləndə Abdullah ibn Əmr ibn As gəldi atasının yanına, dedi ki, Əmmar qətlə yetirildi və mən Peyğəmbərini eşitmişdim, dedi ki, onu bağı tayfa öldürəcək. Deməli, biz bağı tayfayıq. Özü bunu deyir ha. Yəni, özü bunu deyir ki, sahabi belə fəhm eləyib ki, bəs onu bağı tayfa öldürüb, çünki bizim ordumuz tərəfindən öldürülüb, deməli, biz bağı tayfayıq. هذا الحديث صحيح، صحيح البخاري، أن النبي صلى الله عليه وسلم لما كان يبني المسجد النبوي فكان النبي يحمل حجرا والصحابة يحملون حجرا، كل واحد يحمل حجرا للبناء، وكان عمار يحمل حجرين، فقال النبي صلى الله عليه وسلم: ويح عمار تقتله الفئة الباغية، تقتله الفئة الباغية. وذلك في معركة صفين بين علي رضي الله عنه ومعاوية،
لما أبى معاوية أن يبايع لعلي، وكان عمار مع علي، فلما بدأ القتال واشتد قدر الله تبارك وتعالى أنه قتل عمار رضي الله عنه. فلما قتل عمار كان ممن سمع النبي صلى الله عليه وسلم أو علم بهذا الحديث من النبي صلى الله عليه وسلم عبد الله بن عمرو بن العاص، فذهب إلى أبيه فقال: يا أبت قتل عمار، قتل عمار. فقال له عبد الله: وإني قد سمعت رسول الله صلى الله عليه وسلم يقول: عمار تقتله الفئة الباغية، فنحن الفئة الباغية. فذهب عمرو بن العاص إلى معاوية وقال له: لقد قتل عمار. فقال له عمرو: وقد أخبرني ابني عبد الله أن النبي صلى الله عليه وسلم قال: عمار تقتله الفئة الباغية، فنحن الفئة الباغية. فقال له معاوية: بل قتله من أتى به. وهذا الجواب من معاوية yani غير صحيح طبعا. Bundan əlavə hətta bunların baş müftisi olmuş bir zamanlar İbn Baz özü açıq-aşkar kitabında etiraf edir, deyir ki, Muaviyə və sahabeləri bağidir. Muaviyə onu öldürüb və sahabeləri onu öldürüb və bunlar bağidilər. Baxın, Məcmu' Fətava kitabına müraciət edirik. Bin Bazın kitabı Darul Qasim Lin-Nəşr tərəfindən çap olunan nüsxə, cild 6, səhifə 88-89. Deyir: "Vəl-bəğun fi ahdi sahabəti Muaviyyətu və əshabuhu." Deyir, sahabənin dövründə bağı kimi idi, Muaviyə və onun sahabələri idi. Hətta aşmış zalimlar idilər. Bunu deyəndən sonra deyir: "Və qalə fi hadisi Ammarin." Ammarın rahimehullah hədisində Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurub: "Taqtulu Ammaran el-fi'atul baghiyatu." Ammarı bağı, hətta aşmış zalim bir tayfa öldürəcək. Bax, bura diqqətlə qulaq asın. Fəqətələhu Muaviyyətu və əshabuhu fi vəqəti Siffin. Fəqətələhu Muaviyyətu, öldürdü Ammarı Muaviyə və əshabuhu və sahabələri fi vəqəti Siffin, Siffin döyüşündə. Və 89-cu səhifənin əvvəlində deyir ki, fə Muaviyyətu və əshabuhu buğatun. Muaviyə və sahabələri nədir? Bağı tayfadırlar. Özü açıq-aşkar Muaviyənin adını çəkəndə deyir ki, Muaviyə onu, Ammarı Muaviyə və ordusu öldürüb. Muaviyə və ordusu nədir? Bağıdır. Amma bunlar gəlirlər dayılarına bəraət qazandırmaq üçün min cür hoqqa çıxardırlar, insanları axmaq və səfeh yerinə qoyurlar. Bizim Azərbaycandakı vəhabilər də bunu özlərinə şeyx hesab ediblər. Copy-paste vəhab adlandırmışıq bunları. Kopyalayırlar və insanlara bunun dediyi yalanları çatdırırlar. Hətta deyir ki, bu söz zənadiqənin, yəni zindiqlərin, kafirlərin sözüdür ki, Muaviyəni təyin edirlər. Deməli, həmin zindiq sözünü də Bin Bazın haqqında işlədirsən. Velhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.